Buyurun, buyurun. Ay, hoş geldin. Ya sen ki, bunu ise götürmüşsen. Sen. Kazım abisi, Patiyonlu yakşı işçidir, bilir neydi. Kesin ayırırsın, kesin ayırırsın. Ayırırsın, ayırırsın ya. Yıksın dağlarımıza. Yavaş ana da. Yəqin gecə kömürxanada tutduğumuzu bıraxdırmağa gəliblər. Ya nasıl? Ya da iki maskadan birini. Ben səni bunları bıraxdım, getdilər. Sübut dəlil yox idi. Öyle ne danışırsan? Necə yox idi? Dubaydan Varşava'ya onları hamı tanıyır. Yaxşı, qıta. Yəqin bacıoğludur da, yenə humanitar yardım göstərib bıraxıb onları gedir. Görürsünüz də, ha? Müstəqillik əldə elədik, amma yenə işdən başımız ayılmır. Mənə bax, bəlkə gedək Cihangir'in restoranında söhbət eləyək. Deyirlər Cahangir Türkiye'den köçüb gəlib. Gəlib bax. Deyirlər eləsim. Sen onun yanında güzel. Kazım sen dünyada haberin yok. Yox. Ha Cahangir bir restoran açıp ki gel göresin. Sən o aerobik ilə məşğul olan qızları var idi. Onlar hamı indi rəqqas olur. Vay. Oynayırlar, özü də şovmen Vay Cahangir. vay. Aşıq getdi ya. Yo reis sağ ol. Bu şov dəmdəstgah vaxtı deyil. Ümumiyyətlə yeyib içmək vaxtı deyil. Məşvərətə gəlmişik. Bəli. Eşidirəm. Don Feyzullah bombara batay. Nə bomba? Harda da? Yenə ermənilər. Neyim ben? Üzeyir Hakkı'nın eserinden Abdurrahim güzel. Bey. Ha. Don Feyzullah bombara batay. Başa düşmə. Gafar bu sensin, sen basasan. Seyfəm oğlu. Feyzullah kişi gəlir. Amerikadan. Həmin o bomba rabata. Yox, oğlu, yox. Mən 12 il bundan əvvəl axtarıb sizləri tapdığım kimi, bir-birinizlə tanış elədiyim kimi, indi də Amerikada yaşayan bir qohumumuzu tapmışam. Adı Feyzullah kişidir. 2 il vaxt sərf eləmişəm bu işə. Çünki buradakı familin orada dəyişilmiş. Amma tapdım. Haçan gəlir və mənə nə düşür? Ay, sənə dost doğmacı əmi düşür. Özü də 1-2 günə gəlməlidir Bakıya. Allah qoysun. Nə? Bəs famili nədir? Seyfəm oğlu, famili burada sənin kimi Kəblə Muxtarov olub, amma orada famili dəyişməyə məcbur olub. Çünki bu Amerikanlıya, Avropalıya Kəblə Muxtarov tələffüz eləmək çox çətindir. O da məcbur olub ki, orada dahi bilmirəm, familimi, adımı qısaldıb, dəyişib, nəsə təzə bir famil tapıb. Bəs onun adı nədir? Feyzullah. Feyzullah. Bəs bunu qısaldanda nə olur? Feyz. Feyz? Tam doğru. Feyz. Feyz. Mr. Feyz. Mafya. Al Capone. Yox, hədə, o Amerikanlıdır, nə? Amerikanlıdır. Ders iyi. Ders iyi. Eğer Mr. Feyz Amerikanlıdırsa ders ne için? Bizim kimi iyi verir? Değil. Kimi verir? Düşdürdüz kabul edilmez. Söhbət sizdən getmir. Sənin bir ay sazı. Əsəbləş. Dünənləri biz kömürxanadaydık. Amerikadan bir Mr. Feyz'in konteynerləri gəlir. Burada bir oğru tutmuşuq. O da onu açmaq istəyir. O ilə bilir ki, onun içindən nə var. O da iğneyi bir bizim milletin iyi gelir bunun içindən. Başa düşdü? Neçə konteyner bırak. 7'si gəlir, arası 10 ton, 8'i de gəlir. Vay. Yəqin neft avadanlığıdır. Sağ olsun Amerika şirkətləri. Ne neft adamı? Siz ne danışırsınız? Konteynerin içinde ne belli? Paltardı. Daşkaştı. Daşkaş. Ya, daşkaş demədi. O dedi ki, lüstür,
Pal, daş, qaş da. Daskas var şimdi, daskas var da. Alırsan. Zalim oğlunun bırnı gör necə necə iyi bilir. Görürsən, bizim sistemdə də gerek belə adamlar işləsin. Vallahi. Billah. Benim yüreğime damıp ki. O ya bizim emmizdi. Ya da dayımız. Xeyr, dayımız da elə əmimizdir. Sənin ürəyinə damır. Amma mən 100% əminəm ki, o Mr. Feyz Amerikadan gələn elə bizim doğma əmimiz Feyzullah kişi. Bəli. Bəli. Nahal yerə 35 ildir mən day polisdə işləmirəm da. Bəli, 100% əminizdir. Amma özünüz dediniz ha, mən də sizin kiçik qardaşınız. Ne kardeş sanmışsan burada. Kardeş. Taksinize sunsun. Duyun onlar. İkisini karşılamak lazımdı. Ona benim canım kurban. Dayda, izin verin mən də bir söz deyim də. Bayaqdan bax, elə bir ağzımı su alıb oturmuşam. Düz deyim, mənim adətim yoxdur böyük yanında danışmağım. İzin verin də mənə də. Əlbəttə, böyük yanında danışmağa adətin yoxdur. Amma böyük millətin bacısı ilə oturub durmağa... De görüm nə deyirsən? Bilirsən nə deyir? Siz mənə izin verin. Mən o bacını yola salım Voronicə. Feyzullah baban yəqin ki bizim maddi imkanlarımızı artıracaq. Deyirəm, hər halda o qədər var dövlət sahibi bir balaca da olsa bizə humanitar yardım göstərərdi. Yaxşı get. Aparam. Sən Urus qəribini götür. Gəl ona, sən də kazın. O xala qızı Zəhrani. Bir yerdə gəlin restorana, Cangirin restoranında girişək ki, birdən girəyik. Oldu. Kardeş. Bığlarına bak. Kardeş. Fikir vermə. Sən də onu taysan ya. Dur ayağa görür. Sən də mənim kiçik qardaşımsan da geri yanımda olar. Çox sağ olun. Götür o bırını da gel restorana. Yaşayır. Ben orada eksperiment yaparım. Baş üstüne. Oldu. Çox sağ olun. Ben bugün işte olmayacağım.